Şuluqluq eləyir, cürbəcür oyunlar çıxarır. Görürsən, bir gün gəldi İmam Hüseynin məclisinə, səhər baxırsan, nuraniyyət tökülür üzündən. Niyə? Hüseynə yaxınlaşır, bu elə-belə yerə yaxınlaşır. Elə məhz İmam Hüseyn ağa buna görə buyurur ki, hər kəs bizim şiyələrimizdən dəfn olunsa, mələklər ondan sorğu-sual eləyə bilməzlər. Hətta mühəqqiq Bəhbəhani deyir ki, mən bu hədisi araşdırdım ki, görüm hədis düzdür ya yox. Yuxuda yatdım, İmam Hüseyni gördüm. İmam Hüseyin dedi ki, mühəqqiq Bəhbəhani, mələkin ixtiyarı nədir ki, mən icazə verməsəm, gedib şiyəmdən sorğu-sual eləsin. Gördüyünüz kimi Cavid bin Hallı, nə günah sahibi olursan ol, Hüseyin, Allah ondan razı olsun, onun üçün ağlasan, Mərsiyə məclisində olsan, Allah səni bağışlayacaq. Bəs tövbə, biz hələ bu əməlin bidət olduğunu müzakirə edib mövzunu uzatmaq istəmirik. Hədis qeyd edir. Başqa vaxt hədis Qurana zidd olarsa qəbul etmirik deyirsiniz. Ey mənim həmvətənli şiyələrim, axı bu hədis Qurana ziddir və üstəlik qeyd edir ki, hədisi araşdırmaq istədi, İmam Hüseyin icazə vermədi. Məyər hədisin səhih və zəif olmasını biz yuxu ilə təyin edirik, bəs harada qaldı hədis elmi, rical elmi? Mələklərə Allahdan başqa heç kim əmr və izin verə bilməz. İmam Hüseyin insandır və bəşərdir. Mələklər yalnız və yalnız Allahın əmri ilə hərəkət edir, onlara heç kimsə əmr və qadağan edə bilməz. Sonda qəbirdə sorğu-sual olmayacağını qeyd edir. Bu da Quranın bir çox ayələrinə ziddir. Hər bir müsəlman bilir ki, etdiyi hər bir əməlin sorğu-sualı olacaq. Buna heç kimsə mane ola bilməz. Biz mütləq elçi göndərilən ümməti və göndərilmiş elçiləri sorğu-suala tutacağıq. Rəbbinə and olsun ki, biz onların hamısından soruşacağıq. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız. Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək, bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır. Onlar həm öz günah yüklərini və həm də onlarla yanaşı neçə yükləri də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər. Doğrusu bu Qur'an sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız. Sonra onları sorğu-suala çəkmək də bizə aiddir.